Salam əziz abituriyentlər. Deməli, Xəzər xaqanlığı haqqında danışırıq. Qərbi Göytürkün süqutu nəticəsində onun ərazisində 7-ci əsrin ortasında Xəzər xaqanlığı yarandı. Xəzər xaqanlığı yaranmasında Sabir, Barsil və Xəzər tayfaları iştirak etmişlər. Xəzərlərin paytaxt şəhərləri Bələncər, Səməndər, İdil şəhərləri olmuşdur. Dövləti idarə edən birinci şəxs Xaqan, ikinci şəxs Xaqanbəy adlanırdı. Böyük Bulqar dövlətinin ərazisinin zəifləməsi nəticəsində böyük bir hissəsini Xəzərlər işğal etmişdilər. Şərqi Avropanın 8-9-cu əsrləri Xəzər asayişi dövrü adlanır. Çünki həmin əraziləri Xəzər xaqanlığı əhatə etmiş. Slavyanlar Desna və Dnepr çay sahil ərazilərdən məskunlaşmış və Şərq Slavyanları Xəzərlərə vergi vermişdir. 8-ci əsrin sonlarında Xəzərlərdə Musəvilik, İudaizm və yaxud da Yəhudiliyi rəsmi din oldu. Bu da Xəzər xaqanlığının zəifləməsinə gətirib çıxardı. Yəni dini pərakəndəlik, ərəblərlə mübarizə, Peçeniklərin hücumları Xəzər xaqanlığını zəiflətmişdir. Və nəticədə 965-ci ildə Xəzər xaqanlığı Kiyev knyazı Sviatoslav tərəfindən süqut etmişdir. Gəlin möhkəmlənək. Dövlət nə vaxt yarandı? 7-ci əsrin ortası. Hansı türk tayfalarının birləşməsindən? Sabir, Onoqur, Altay türkləri, Barsillər və s. Paytaxt şəhərləri Bələncər, Səməndər, İdil şəhərləri olmuşlar. Hansı din rəsmi din olmuşdur? İudaizm nə vaxt? 8-ci əsrin sonunda. Dövləti idarə edən birinci şəxs kim idi? Xaqan. İkinci şəxs Xaqanbəy. Kimlərdən vergi almışdılar? Şərq Slavyanlarından vergi almışdılar. Xəzər xaqanlığı nə vaxt süqut etmişdir? 965. Kimlər tərəfindən? Kiyev knyazı Sviatoslav tərəfindən. Xəzər xaqanlığı mövzusu bundan ibarətdir. Sağ olun.